Salam, hər vaxtınız xeyir olsun. Bugün gözəl görünüşlü qəlyan altı resepti bölüşürəm. Qəlyan altı üçün lavaşdan istifadə edirəm. Lavaşı 2 ilə qatlayıb düz bir şəkildə 4 hissəyə ayırıram. Bu şəkildə büküb çöplə kənarını birləşdirirəm. Bu cür hazırladıktan sonra üzerine yumurta sarısıyla süt karışımına biraz da kırmızı renk əlavə edib üzerine çəkirəm. 220 derecede üzeri quruyana qədər bişirirəm sobada və bişdi artıq üzeri tam quruyub soyduktan sonra çöplərini çıxardıram. İçlik hazırlayıram. Pişmiş toyuğun sinə ətini nazildib olduqca xırda doğrayıram. On 15 ədəd də qozu olduqca xırda doğrayıram. %50 qram gavalını da xırda doğrayıram. Pendiri isə rəndənin xırda gözündən keçirdirəm. Bütün ərzaqları qaba əlavə etdikdən sonra üzərinə duz, 2 diş sarımsaq, mayonez əlavə edib qarışdırıram. İçlik de hazır olduktan sonra hazırladığım yuxanın içərisinə yerləşdirirəm içlikdən. Üzerini pendirlə örtürəm. Görünüşə görə kənarını isə şüyütlə də bəzəyə bilərsiniz. Hazırdır artıq gözəl görünüşlü, dadına doyum olmayan qəlyan altı alınır. Siz de hazırlayın, uşaqlar bunu çox bəyənəcək. İkinci resept qış salatıdır. Salat üçün bütün ərzaqları önceden bişirmişəm. Çovunduru, yer kökünü, kartofu və yumurtanı 2 ədəd də xiyar turşusundan istifadə edəcəm. Kartofu rəndənin iri gözündən keçirdirəm və yer kökünü də rəndənin iri gözündən keçirdirəm. Eləcə də yumurtanı, xiyar turşusunu və çovunduru da rəndənin iri gözündən keçirdirəm. Toyuğun pişmiş sinə ətini isə nazik dilimlərə ayırıb kub doğrayıram. Salat üçün formadan istifadə edirəm. Formanı hazırlayacağım qaba yerləşdirib öncə
kartofu əlavə edirəm. Kartofu qabın hər tərəfinə düzləşdirdikdən sonra duz və mayonez əlavə edib ikinci qat olaraq toyuq ətini əlavə edirəm. Mayonezi zövqə görə istifadə edə bilərsiniz. Üçüncü qat olaraq xiyar turşusunu əlavə edirəm. Dördüncü qat olaraqsa yer kökünü əlavə edib hər tərəfinə qabın düzləşdirirəm. Zövqə görə duz və mayonez əlavə etdikdən sonra yumurtanı əlavə edirəm. Daha sonra çovunduru əlavə edirəm. Sonuncu qat olaraqsa üzərinə rəndənin iri gözündən keçirdiyim pendir əlavə edib qabın hər yanına düzləşdirirəm. Salat hazır olduqdan sonra 2 saat gözlədirəm. 2 saat gözlətdikdən sonra qabdan çıxarıram. Dadını çox bəyənəcəyiniz bir salat reseptidir. Bəyəndinizsə siz də hazırlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Üçüncü resept isə tam fərqli, çox ləzzətli bir ananaslı portağallı salatdır. Salat üçün öncə bişmiş toyuğun sinə ətini nazilli qıb doğrayıram. 1 ədəd də bişmiş yer kökünü rəndədən keçirdirəm. 50 qram pendiri də rəndənin iri gözündən keçirdirəm. 100 qram gavalını nazik dilimlərə ayırıb qıb doğrayıram. 50 qram da qozu nazilli qıb doğrayıram. 300 qram konservləşdirilmiş ananası da nazik dilimlərə ayırıb qıb doğrayıram. Bir ədəd dadlı şirin portağalı da nazik dilimlərə ayırıb qıb doğrayıram. Başlayıram salatı hazırlamağa. Boş qaba öncə toyuq ətini yerləşdirib düzləşdirirəm. Üzərinə duz, mayonez əlavə edirəm. İkinci qat olaraq gavalını əlavə edirəm. Üzərinə mayonez əlavə etdikdən sonra pendir və qoz əlavə edirəm. Yer kökünü əlavə edirəm. Yer kökünün üzərindən də mayonez əlavə etdikdən sonra pendir əlavə edib pendirin üzərinə də mayonez əlavə edirəm. Ananasla portağalı qarışdırıb salatın üzərinə yerləşdirirəm. Üzərindən biraz da qoz əlavə edirəm. Salat artıq hazırdır. Qeyri-adi, fərqli, çox ləzzətli bir salat alınır. Salata hazırlayıb yoxlayın. İnanın ki, ləzzətinə doyum olmur. Dördüncü resept isə
Çox dadlı, az ərzaqla hər kəsin hazırlaya biləcəyi möhtəşəm görünüşlü şuba salatıdır. Bütün ərzaqları öncədən bişirib hazırlamışam. 4 ədəd çovundur, 2 ədəd yer kökü, 4 ədəd kartof, 4 ədəd yumurta, 250 qram bişmiş toyuğun sinə əti. Başlayıram ərzaqları rəndədən keçirməyə. Yumurtanı rəndənin iri gözündən keçirdirəm. Eləcə də kartofu rəndənin iri gözündən keçirdirəm. Yer kökünü və çovunduru da rəndənin iri gözündən keçirdirəm. Toyuq ətini isə nazik dilimlərə ayırıb kub şəklində doğrayıram. Bütün ərzaqlar hazır olduqdan sonra başlayıram salatı yığmağa. Salat hazırlayacağım qaba öncə kartofu əlavə edib hər tərəfinə düzləşdirib üzərinə zövqə görə duz və mayonez əlavə edirəm. İkinci qat olaraq yer kökünü əlavə edirəm. Yer kökünü də qabın hər yanına düzləşdirib duz, mayonez əlavə edirəm. Üçüncü qat olaraq yumurtanı əlavə edirəm. Yumurtanın üzərindən duz, mayonez əlavə etmirəm. Toyuq ətini əlavə edib toyuq ətinin üzərindən duz və mayonez əlavə edirəm. Axırıncı qat olaraqsa çovunduru əlavə edib salatın hər tərəfini örtürəm. Çovunduru bir gözəl hamarlayıram. Üzərindən mayonez əlavə edirəm. Görünüşü gözəl olsun deyə üzərindən yumurta sarısını rəndənin xırda gözündən keçirdirəm. Sadə ərzaqlardan çox dadlı, çox asan hazırlanan mükəmməl bir salat alınır. Bəs siz bu salatı bəyənirsinizmi? Fikirlərinizi bölüşsəniz çox şad olaram. Videonu izləyib rəy yazan hər kəsə öncədən təşəkkür edirəm. Və 5-ci resept payız salatıdır. Salat üçün öncəliklə bişmiş toyuğun sinə ətini didirəm. Toyuq ətinin üzərinə 2 diş sarımsaq, duz, mayonez əlavə edib qarışdırıram. Videonun altına dəqiq ölçülərdə resept qeyd edəcəm. Digər tərəfdə 2 ədəd bişmiş yer kökünü rəndənin xırda gözündən keçirdirəm. 3 ədəd yumurtanı da rəndənin xırda gözündən keçirdirəm. 2 ədəd bişmiş çovunduru da rəndənin xırda gözündən keçirdirəm. Başlayıram salatı yığmağa. Yumru hazırlayacağım üçün yumru formanın içərisinə öncə toyuq ətini əlavə edib düzləşdirirəm. İkinci qat olaraqsa pendir əlavə edirəm. Mən 2 rəhli pendir götürdüm, ağ və sarı. Bunları da düzləşdirdikdən sonra üzərinə setka şəklində mayonez əlavə edirəm. Üçüncü qat yer kökünü əlavə edirəm. Yer kökünün üzərinə də mayonez əlavə etdikdən sonra dördüncü qat yumurtanı əlavə edirəm.
Yumurtanın üzərindən də çovunduru əlavə edib çovunduru da düzləşdirirəm. Üzərinə də mayonez əlavə edirəm. Bəzəyi də çox sadədir. Nar və şüyüddən istifadə edirəm. Salat hazırdır. 1 saat salatı saxladıktan sonra servis edə bilərsiniz. Çox asan hazırlanan, çox da ləzzətli, dadlı bir salat alınır. Az ərzaqla belə gözəl salatı siz də hazırlaya bilərsiniz. Bəyəndinizsə hazırlayıb mütləq yoxlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm.